Allah Resulü Aleyhisselatü Vesselam deyəndə ki, la yaqbalu illa tayyiban. Allah yalnız pak olanı qəbul edir. Bu hədisdəki illa tayyiban, pak olan şey nədir? Burada bir çox şeylər nəzərdə tutulur. O şeylərdən birincisi odur ki, yəni Allah pakdır və yalnız pak olanı, təmiz olanı qəbul edir. Yəni yalnız o əməlləri qəbul edir ki, o əməllərdə heç bir şirk, heç bir riya və heç bir bidət yoxdur. Yəni əməl tam təmiz, salih əməldir. Allah Azza və Cəllənin qulların əməllərindən qəbul etdiyi məhz bu qəbildən olan əməllərdir. Və bu cür əməllər şəriət tərəzisində nə adlanır? Əl-əməlu tayyib. Pak əməl. Məsələn, ayədə Allah Azza və Cəllə Fatır surəsində buyurur ki, İleyhi yəshədul kəlmut tayyib. Əl-kəlmut tayyib. Pak söz Allaha yüksəlir. Yəni Allahın qəbul elədiyi kəlmə hansıdır? Əl-kəlmut tayyib. Və bu həmçinin əməllərə də aiddir. Necə ki Allah Azza və Cəllə buyurur ki, məsələn, riyaya misal versək, Ya eyyuhəl-ləzīnə əmənu, la tubtilu sadaqatikum bil-mənni vəl-əzə, kəl-ləzi yunfiqu mələhu riəən-nəs. Ey iman edənlər, öz sədəqələrinizi əziyyət verməklə, minnət qoymaqla puç etməyin. Kəl-ləzi yunfiqu mələhu riəən-nəs. O kəslər kimi ki, öz mallarını riya ilə verirlər. Ayənin əvvəlində Uca Allah nə buyurdu? La tubtilu sadaqatikum. Bu cür riya ilə minnət qoyaraq öz sədəqələrinizi nə etməyin? Puç etməyin. Deməli bir əməldə riya varsa o əməl nədir? O əməl batildir. Həmçinin bu şirkə də aiddir. Ona görə Allah Azza və Cəllə buyurur ki, وَلَوْ أَشْرَكُوا لَحَبِطَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ. Əgər onlar şərik qoşsaydılar, onların bütün etdikləri əməllər hamısı batil olardı. Və bidət barədə Allah Azza və Cəllə Muhammed surəsində buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu əti'ullaha və əti'ur-rasul. Ey iman edənlər, Allaha və Rasuluna tabi olun. La tubtilu ə'mələkum. Öz əməllərinizi puç etməyin. Deməli, Allah və Rasuluna tabi olunmadan edilən əməllər nədir? Batildir. Fikir verdiniz, hər üç məsələyi də Qurandan ayə zikirlədik. Bir riyaya, bir şirkə, bir də bidətə. Hər üçündə də Allah Azza və Cəllə açıq aydın bəyan etdi ki, o əməldə ki, bidət var və ya şirk var və ya riya var, Allah Azza və Cəllə o əməlləri qəbul etmir. Və hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm bunu buyurur. Buyurur ki, İnnəlləhə tayyib. Həqiqətən də Allah pakdır. La yaqbalu illa tayyibən. Və Allah yalnız nəyi qəbul edir? Pak olan şeyləri. Yəni, o şeyləri ki, o əməlləri ki, o əməllərdə şirk, riya, bir də bidət yoxdur. Əməl tərtəmizdir və əməl pakdır. Deməli, bu hədisin mənalarından birisi budur.